yenidən Bakı küçələri hər şey vətən üçün sədaları ilə oyandı. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimizin səsləndirilməsi ardından küçə və prospektlərdə hərbi orkestrın iştirakı ilə Azərbaycan Respublikasının silahlı qüvvələrinin yaradılmasının 108-ci il dönümü münasibəti ilə yürüşlər keçirildi. Yürüşlər Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami Kino mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, Dəniz vağzalı, həmçinin Şəhidlər xiyabanı, Alov güllələri kompleksi, Çəmbərəkən parkı, İçəri şəhər metro stansiyası, Qala qapısı, Azərbaycan Dövlət Kukla teatrı, Azneft dairəsi, Bəhram Gür heykəli, eyni zamanda Musa Bəyov parkı, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyin Cavid prospekti, Hüseyin Cavid parkı, Parlament prospekti Şəhidlər xiyabanı istiqamətində keçirildi. Güclü dövlətin təməli güclü ordudan keçir. Ordu dövlətin siması, onun görünməz mübarizəsinin görünən tərəfidir. Bugün onların vətənin keşiyində duran qurusunu, havasını, dənizini qoruyanların günüdür. Açıq alınla Qafqazın müasir və güclü ordusu adlandırdığımız ordusunun, Azərbaycan Silahlı Qüvvələrinin günü də məhz belə səs-küylü olmalı. Bütöv tam Azərbaycana səs salmalıdır. Çünki fəxrlə haqqında danışdığımız vətənin keşiyində duran, qurusunu, havasını, dənizini qoruyanların bu günə kimi keçdiyi yolda belə əks-sədalı olub. Hazırda özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycan ordusunun tarixi də inkişafı qədər köklü olub. Biz artıq Parlament prospektinə çatmışıq. Daha dəqiq ünvanımız 1-ci Fəxri Xiyabanın qarşısıdır. Bəli, biz bugün burada fəxrlə keçirik. Ulu öndərimizə təşəkkür edirik. Ulu öndərimizin ruhu bugün şaddır. Çünki onun qalib ordusu bugün bu küçələrdən məğrur keçir, qalib keçir, başı uca keçir. Bugün ilk dəfədir ki, mən parad yürüyüşünün öz canlı şahidi olurdum. Bir daha öz-özümlə fəxr edirəm ki, Azərbaycanlıyam. Hər şeyə görə çox sağ olun. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm və qazilərimizə də can sağlığı, uzun ömür. Allah ordumuzu qorusun, yaşasın Azərbaycan. Bugünkü gün münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirəm və bu tədbirlərin ən böyük şərəflisi, şöhrətlisi ilk olaraq bizə qalibiyyət yaşadan, vətən uğrunda canını fəda edən igid edən şəhidlərimizə, Cənab Ali Baş Komandamıza və vətən uğrunda hər şeyə, bütün çətinliklərə dözən igid qazi veteranlarımıza da və Azərbaycanımın bütövlükdə təbrik edərək bayramın mübarək Azərbaycan deyirəm, can anam deyirəm, hər kəsi səmimi qəlbdən təbrik edirəm. Mən vətənimi sevirəm və Azərbaycan xalqını təbrik edirəm. 26 iyun Silahlı Qüvvələr münasibəti ilə bütün hərbiçilərimizin quruda, suda, havada, vətən keşiyində duran bütün hərbiçilərimizin bayramını təbrik edirəm. Onlara can sağlığı, uzun ömür, Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı, veteranlarımıza uzun ömür versin. Və mən hərbiçi ailəsi olaraq da qürur və minnətdarlıq hissi keçirirəm. Fəxr edirəm ki, hərbiçi ailəsiyəm. Özüm düzü tələbəyəm və əsgərdə olmamışım. İnşallah oktyabr ayında gedəcəm, bu il qutarıram. Azərbaycan ordusunun əsgəri olacağım, inşallah ordumuzu qoruyacağam. Mən Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm, Azərbaycan xalqını təbrik edirəm, ölkəmizdən fəxr edirik və bu gözəl günü, bu xoşbəxt günü, bu Xiyaban günü bizə bəxş etdiyi üçün həm Azərbaycan Silahlı Qüvvələrinə, həm də Cənab Ali Baş Komandanıma öz dərin təşəkkürümü bildirirəm. Hər kəs təbrik edirəm. Vahid komandam. Qeyd edək ki, yürüşlər Olimpik Star İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev sarayı, İmadəddin Nəsimi heykəli, Neftçilər prospekti, eyni zamanda Nəriman Nərimanov heykəli, Mərkəzi park, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev sarayı, Azərbaycan Respublikasının Mərkəzi Bankı, 28 Mual Ticarət Mərkəzi marşrutu üzrə, həmçinin paytaxtla yanaşı Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında da təşkil olundu. 108 yaşını qeyd edən Azərbaycan ordusu 21-ci əsrin tam qələbə qazanan ilk ordusudur. Bəli, qürurla deyə bilərik ki,
Azərbaycan ordusu dünyanın müasir hərbi çağırışlarına cavab verən, ən son texnologiyalarla təchiz olunan, yüksək döyüş hazırlığına malik peşəkar hərbi gücü.